Salam əziz yoldaşlar. Texnologiyadan 5-ci sinif 8-ci mövzu oduncaq və mişar materiallarıdır. Gəlin mövzumuzla ətraflı tanış olaq. Oduncaq nədir? Oduncaq mişarlanmış, köklərdən və budaqlardan təmizlənmiş ağac hesab olunur. Hər bir ağac 3 hissədən ibarətdir. Kök, gövdə və çətirdən ibarətdir. Qeyd edək ki, oduncaq materialı üçün adətən quru və yaşlı ağaclar kəsilir. Əgər oduncağı lifləri boyu uzunluğuna və eninə kəssək, kəsmə müstəvisində görünən xarakterik təsvir onun teksturasıdır. Oduncağın rəngi, teksturası iyi isə təkrar olunmaz hesab olunur. Tullantısı olmayan material isə oduncaq hesab olunur. Bəzən bunu fanerlə səhv salırlar. Faner konstruktiv oduncaq materialıdır. Tullantısı olmayan material isə oduncaq adlanır. Ağacların gövdələrini eninə mişarlamaqla şalban, uzununa mişarlamaqla müxtəlif mişar materialı əldə edilir. Bəzən mişar sözünün yerinə meşədə yazılır. O zaman səhvdir. Yəni bu mişar sözünü yadımızda saxlayaq və diqqət edək. Və eyni zamanda eninə və uzununa sözlərində yadımızda saxlayaq ki, eninə mişarlamaqla nə alırıq və uzununa mişarlamaqla hansı materialları əldə edirik və bu hissələrə diqqət yetirək. Demək, uzunluğuna mişarlamaqla müxtəlif mişar materialları əldə edilir. Yəni, tir, tircik, taxta, lövhələr, şalbanın 1/4, yəni buna çərək də deyilir və şalban yanı alınır. Tir nədir? Tir eni və qalınlığı 100 mm-dən çox olan mişar materialdır. O, ağacın özəyindən hazırlanır. Əgər tir iki tərəfdən mişarlanıbsa, onu 2 haşiyəli, 4 tərəfdən mişarlanıbsa 4 haşiyəli adlandırırlar. Tircik isə qalınlığı 100 mm-dən az, eni qalınlığından 2 dəfə az olan mişar materialdır. Yəni tirciki tapmaq da çox sadədir. Burada ancaq az soruşur. Yəni qalınlığı 100 mm-dən az, eni qalınlığından 2 dəfə az. Yəni bu hissələri yadımızda saxlamaqla asanlıqla fərqləndirə bilərik. Tircik ağacın özəyinin bir hissəsindən hazırlanır. Taxta isə qalınlığı 100 mm qədər, eni qalınlığından 2 qat artıq olan mişar materialıdır. Lövhə isə şalbanı uzununa yarıya mişarladıqda, şalbanın 1/4 isə şalbanı 4 yerə mişarladıqda alınan mişar materialıdır. Əgər cümlədə 4 sözü varsa, bu mütləqdir ki, şalbanın 1/4 adlanır. Daha sonra mişar materialları aşağıdakı elementlərdən ibarətdir. Təbəqələr, yəni laylar, kənarlar, tillər, en kəsik, yəni təbəqələr, yəni təpələr. Təbəqələrə eyni zamanda laylar deyilir, en kəsiklərə isə eyni zamanda təpələr deyilir. Demək, təbəqə lay mişar materialının enli səthinə, kənar isə ensiz səthinə deyilir. Mişar materialının təpəsinin kəsik səthinə en kəsik, yəni təpə, mişar materiallarının səthlərinin kəsişmə xətti isə til adlanır. Konstruktiv oduncaq materialı fanerdir. Onu 3 və daha artıq soyulmuş şpon təbəqəni üst-üstə yapışdırmaq yolu ilə alırlar. Şpon isə xüsusi dəzgahlarda kəsilmə yolu ilə alınmış nazik oduncaq qatlardır. Biz xüsusi sözünü yadımızda saxlamaqla şponu asanlıqla fərqləndirə bilərik. Soyulmuş şpon isə soyma dəzgahında, yəni soyulmuş və soyma sözlərini uyğunlaşdıraraq biz soyulmuş şponu tapa bilərik. Demək, soyulmuş şpon soyma dəzgahında fırlanan şalbandan enli yonqarın iti bıçaqla kəsilməsi ilə alınır. Bu zaman şalban rulon kimi şpon lent şəklində açılır. Faneri almaq üçün isə şpon lentini müvafiq ölçüdə kəsir, quruducu kamerada qurudurlar. Sonra təbəqələrə yapışqan çəkib bir-birinin üzərinə qonşu təbəqələrin lifləri perpendikulyar olmaq şərti ilə yapışdırıb presləyirlər. Qeyd olunur ki, faner oduncaqda möhkəmdir, çatlamır və yaxşı əyilir, asan emal olunur. Fanerdən evlərin tikintisində, mebel sənayesində və maşın qayırmada istifadə olunur. Digər isə oduncaq yonqarlı piltələrdir. Oduncaq yonqarlı piltələr yonqar, kəpək, oduncaq toz halına salınmış, oduncağın eyni vaxtda preslənməsi və yapışqanlanması yolu ilə alınır. Oduncaq yonqarlı piltələr 10-26 mm qalınlığında istehsal edilir. Bu material möhkəmdir. Demək olar ki, əyilmir, kəsici alətlərlə yaxşı emal olunur. Baxın, burada nə qeyd olunmuşdur?
Fanerdə qeyd olunur ki, yaxşı əyilir, amma oduncaq yonqarlı piltələr isə əyilmir. Yəni bu hissələrə də nəzər yetirək. Oduncaq lifli piltələr, digər adı isə arqalitdir, yəni orqalit, liflərə qədər doğranmış və buxara verilmiş oduncaq kütləsinin təbəqə şəklində preslənməsi yolu ilə alınır. Orqalitin boz rəngdə düz və hamar səthi var. Fanerin oduncaq yonqarlı və oduncaq lifli piltələrin çatışmayan əsas cəhəti isə onlar rütubətdən qorxur. Demək, rütubətin təsiri altında faner laylara ayrılır, piltələr isə şişir, möhkəmliyini itirmiş olur. Belə əziz yoldaşlar, dərsimizin sonuna çatdıq. Ümid edirəm ki, hər biriniz üçün faydalı oldu.